Ramazan ayında mənəvi ibadətlə yanaşı sağlam və düzgün qidalanma da böyük əhəmiyyət daşıyır. Diqqət edəcəyimiz əsas məqamlar iftarda da, sahurda da balanslı və doğru qidaları seçməkdir. Xüsusilə sahurda qidalanan zaman yaxşı olar ki, gün ərzində insanları daha çox uzun müddət tox tuta biləcək qidalardan istifadə etsinlər. Heyvan mənşəli qidalardan yumurta, süd və süd məhsullarından pendir, xüsusilə az duzlu və yaxud da duzlu pendirdən istifadə olunması tövsiyə olunur ki, bu da onların susuzluqdan əziyyət çəkməməsi üçün ən önəmli məsələlərdən biridir. Məhsət Hüseynovu da bildirib ki, oruç tutan zaman tam buğda unundan hazırlanmış çörək, yulaf və digər paxlalı qidalardan istifadə edilməlidir. İftarda isə açarkən yaxşı olar ki, birinci növbədə su ilə açdıqdan sonra bir müddət ara verib, daha sonra meyvə şirəsi və yaxud da hər hansı bir yüngül, tez həzm olan şorbalardan istifadə edə bilərlər ki, bu da onlarda uzun müddət ac qalmış orqanizmdə mədə şirəsinin doğru şəkildə ifraz olunmasına və həzm prosesinin ağırlaşmamasına gətirib çıxardacaq. Eyni zamanda da qida qəbul edərkən daha tez həzm olunan, çox qızardılmamış, çox yağlı olmayan, aşağı kalorili və bir növ isti yeməkdən qəbul etsələr daha faydalı olar. Qeyd edək ki, Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edəcək. Ramazan bayramı isə martın 20-sində olacaq. Ramazan yalnız aclıq və susuzluq deyil, həm də nəfsin tərbiyəsi, pis əməllərdən uzaq durmaq və gözəl əxlaqı möhkəmləndirmək fürsətidir. Allah Taala bütün oruç tutanların orucunu və dualarını qəbul etsin.